Salam, hər vaxtınız xeyir. Kanalımıza və videomuza xoş gəlmisiniz. Alivia mağazasına çəkiliş etdim. 50% endirim vardı. Dedim sizə də fikir olsun. Mağazanın səsini ona görə aldım ki, orada musiqi qoymuşdular. Bu musiqi də YouTube kanalım üçün icazə olmadığı üçün səsi aldım və üzərindən səs yazmaq məcburiyyətində qaldım. Çalışdığım qədərlə bütün mağazanı çəkdim. Hamınıza fikir olsun.
Olivia'dan ehtiyac olan məhsulları aldım. Bunları çoxdan istirdim. Qiymətlərini də paylaşacağım. Bir dənə SPF aldım. Koreyanın. Çox lazım idi. Bir dənə korrektor aldım. Zeynəb aldım. Qiymətlər də burada paylaşılıb. Bir dənə də Microsoft'dan Microsoft'a aldım. Belə varım idi məndə. Burası ama setkalı idi. Mən setkasız istirdim. Həm də ki, o sıradan çıxıb endirimdəydi. Bir dənə də bu çay paketi aldım. Ot çayları da dəmləyirəm bunu. Stəkana atmaq üçün çox işlədim, qutarmışdı. Bir dənə bunu aldım. Bir də stəkanların yaxşısını aldım. Buraya üçün aldım bunu. Bağımız üçün bir iki dənə məhsul aldım. Göstərim. Bağın dolabının içi üçün aldım bunu. 2 paçka aldım ki, dolab böyükdür də, ancaq bəs eləyər. Bunları ölçüb kəsəcəm dolabların için düzenlemək üçün. Bunu aldım. Daha sonra belə bir qab aldım. Varımda duxovka qablarmış, borçamlar. Bir dənə də belə yığcanlı aldım. Bəzən görsən balaca bir yemək pişirmək üçün balaca yığcan lazım olur. Bunlardan aldım. Bunlardan çox istifadə edirəm. Çox da rahatdır. Çaşka aldım. Orada çaşkalarım azdı. Bağa çox gələn gedən olur. Həyətdə istifadə eləməyə. Çox xoşum gəldi. 6 dənə götürdüm. Yaxşıdır, böyükdür. Nə çox böyükdür, nə çox balaca, yaxşıdır. İnşallah bunlar hamısı bağa aparacağım. Biraz bağdan mağazaya gedib gəlmək çətin olur deyə. Yavaş-yavaş indidən alıram çatmayan şeyləri. Hər dəfə gedəndə yığışdırmağa baxıram ki, nə yoxdur, nə var, nə yox, onları alım. Bir də evdə geyinmək üçün don aldım. Bir dənə də qəhvəyə rəhbər şərf aldım. O qədər rahatdır ki, bu şərflər gündəlik istifadə üçün. Belə bir don aldım. Qolun ağzı büzdü məni. Bunu evdə geymək üçün. Bağda, evdə gələn gedən o rahat. Həm sərin materialı var. Belə. Biraz da ağızdan bazarlıq elədim. Bir də gördüm. Bu biletçilər 2 al 1 ödədir. Yox. 3 al 2 ödə. Bunlardan aldım. Şəkər və paxlava yeyib kökəlmişik. Biraz özümüzü gözləyək. 5 kilo arıqlamaq istəyirəm inşallah. Bunlardan aldım üçlü. Daha sonra bu endirimdəydi. Bundan aldım. Birini verim anne yesin. Ya bananlı ya da kişmişdi. Banan. Bir de Amine xoşdur deyə birinə verdim onu. Sonra bir dənə qaymaq. Bir dənə xama. Bir də çox az yağlı olan süt aldım. Hansı tipdə mövzularda videolar çəkim, fikirlərinizi rəylərdə bildirin. Market olsun, mağaza olsun, geyim olsun, ərzaq, qida, fərqi yoxdur. Ev təmizliyi, bağ təmizliyi, qonaqlıq, nə bilim, ola bilər də hicab geyimləridir, bilmək istədiyiniz mağazalar, hardan aldığımı, hardan geyindiyimi və s. Yəni, hansı mövzuda maraqlıdırsa, rəylərdə fikirlərinizi bildirin. Gələn dəfə o mövzuda videolar çəkək inşallah. Kanalımıza abunə olmağı, videolarımızı bəyənməyi, yaxınlarınızla, dostlarınızla paylaşmağı unutmayın ki, kanalımız daha da böyüsün, daha da çox kütləyə çatsın. İzlədiyiniz üçün də təşəkkür edirəm. Gələn videolarda görüşənədək.